Uşaq futbolu ilə bağlı çox qısa bir fikir bildirim. Vaxtımız da azalır. Deməli, bir neçə gün bundan qabaq bir uşaq akademiyasında bir məşqçinin deməli məşq edir. Məşqçinin də video çəkirlər. Uşaqları nəysə başa salır. Orada deyir ki, məşqçi, uşaqların da təxminən var idi 10, 11, 12 yaşları belə. Deyir ki, futbolu iki kasanla, iki toxunuşla oynayarlar. Yəni rus dilində də iki kasanla oynayarlar. İki ötürməklə. İki ötürməklə. İki toxunuşdan artıq olmaz. Uşaqlara deyir. Ah, ah, Allah'ın olsun. Belə çox pis. Sən elə bil ki, bilmirəm mən necə başa salım. Qardaş, bax, mən futbola başlayanda 30 il bundan qabaq, 30 il deməyim, mənim elə çox oldu. Çox oldu. Bir 25 il. Bir 20 il, 25 il bundan qabaq futbola başlayanda, uşaq futbolunda olanda deyirdilər ki, futbolçu iki kasan oynamalıdır, iki toxunuşla, topa iki dəfə toxunmaqdan artıq olmaz. Bu iki kasaniya oynaya, bu uşaqlara iki kasaniya deyə Azərbaycanda topu apara bilən futbolçu qalmadı, qardaş. Futbolda belə şey yoxdur, qardaş. 2 kasaniya, 1 kasaniya, 50 kasaniya. Bu uşaq gəlirsə futbola, az yaşlı, nə bilim 7 yaşı var, 10 yaşı var, 11 yaşı var, neçə yaşı olur olsun. Yəni bu hələ uşaqdır da. Sən onsuz da bizdə məhəllədə futbol oynamağa yer yoxdur, məhəllələrdə. Sən bacardığın qədər bu uşaqlara imkan yaratmalısan ki, bu uşaqlar topla təmas eləsinlər, topla oynasınlar, nə qədər bacarırlar, topa toxunuş eləsinlər. Bu uşaq gəlib futbola 11 yaşı var, 10 yaşı var, sən bu uşağa deyirsən ki, 2 kasaniya oyna, onsuz da bu maksimum 1 saat ərzində bunun ayağına bir 10 dəfə top dəyir də. Onda 5'ini sən azaldırsan. Onda 5'ini sən alırsan bunun əlindən. Bu iki kasaniya, bunlar hamısı boş şeylərdir, qardaş. Bu Azərbaycan futbolunun uydurmasıdır. Bu fikirlərdən artıq çıxmaq lazımdır. Futbol iki kasaniya oynanılan oyun deyil. Futbol bizə necə oyundur? Yer, rəqib, sən, topun gəldiyi nöqtə. Bundan uyğun sən qərar verməlisən. 2 kasaniya da oynaya bilərsən, 1 kasaniya da oynaya bilərsən, 50 kasaniya da eləyə bilərsən. Uşaq futbolunda 2 kasaniya yığışdırın belə şeyləri. İmkan vermək lazımdır ki, uşaqlar nə qədər bacarırlar, topla oynasınlar. Çünki bunlar böyüyürlər, olurlar mənim günümdə. Hansı ki, yer gəlir ki, sən orada topla dribling eləməlisən, eləyə bilmirsən. Niyə? Çünki uşaqlıqdan sənə öyrədiblər ki, 2 kasaniya oyna. O hansı ki, yer gəlir. Topa sən aparmalısan, rəqibi keçməlisən, nəysə özündən bir şey yaratmalısan. Yarada bilmirsən. Niyə? Çünki sənə vaxtında deyirdilər ki, 2 kasaniya, 2 kasaniya, 2 kasaniya. Sən də avtomatik olmuşsan robot. Alım verim ona, alım verim buna. Belə futbol yoxdur, qardaş.